Yeni bir gündən hamıya salamlar. İkinci vlogumuzu artıq çəkirəm. Market alışverişini göstərir. Mən isə ətir alışverişini göstərirəm. Çünki mən bildiyiniz kimi Babalorada qadın paltarlarını satmamışdan qabaq ətrik satmışam. Həm onlayn, həm də belə səyyar satıcılıq deyək. Və bir-iki göstərişli qab aldım. Çünki ətirlərim var idi, amma qəşəng göstərişli qablarım az idi. 3 dənə bax belə kufşin aldım. Çünki ətirlərim çoxu idi, satmışam. İndi 30 milli, 40 milli, 20 milli qalıb həvəsindən. Bu kufşinlər isə mənim işimə yarayır. Çünki ağzı rezinlidir, buradan heç də uçmur. Həm də balaca və şirindir. Çox qəşəngdir, yəni mənim işimə yarayır. Bəyənirəm. İsə 1.40-dır. Amma harada aldığımı deməyəcəm. Nə tanıyanlar bilirəm. Sonra bir püskürtmə qabdır. Biraz bahalıdır. Birini özümə, biri mağazaya aldım, yəni. Xoşum gəlir. Bunun hətta zəri var, zərb püskürsə onu da alacağım. Bu ətiri genişlədərək, abyomun böyük vurur deyə daha da yaxşı olur da. Mən xoş deyirəm bunu. Sonra 2 ədəd ev duxusu aldım. Çünki yəni xoş duxular, xoş ətirləri çox sevirəm. Birini evə qoyacağım, biri isə iş üçündür, çubuqlarım var. Onun üçün isə aldım, ətir aldım, yağ ətiri, qarışdıracağım parfüm suyu ilə. Demək, bambul güm dadı, çox qəşəng. Çox qəşəngdir. Meyvəmsi bir dadı var. Həqiqətən çox qəşəngdir. Çox bəyəndim bunu. Bundan istifadə edəcəm. Maraqlıdır. Sonra qızlar. Belə bir marojna qabıdır. Bunlar çoxdan çıxır da bilirsiniz. Amma bunlar məncə qəşəng fərqli bir şeydir. Bunu təmiz çıxartdım. Bu heç. Dabılçı. Bu olsun. Belə bir şeydir. İçində ətir yoxdur. Bir şey renkli. Bir də bunu da mənə kocam aldı. Dedi ki, bunu al, bu qəşəngdir. Bilməm, bu mağazaya qoyaram yəqin ki. Ştampdır. Ştamp sevmirəm düz, amma ştampdır. Bunu belə bağlayanda çık oturacaq, olacaq ayaqqabı. Bunu da görmürsünüz. Yəni bilirəm 100% tox sevənlər. Ax belə, bu qədər ay dostlar. Bugünkü bizim alışverişimiz. Qayməmiz də qoyublar. Bu qədər elədir. Vəssalam. Mənimlə qalın. Mən hər bir vlogumda baxanda bu gözəl qızı paylaşmasam olmazdı da. Bu mənim aşkımdır. Lucy'dir. Bu ne oldu? Bir de çoğu videoda kızlar. Biraz belə dilimi eləmişəm. Çox üzürlüsən. Çünki dodağım quruyurdu ya. Özümdən ixtiyarsız eləmişəm. Və çoğuma pretenziya bildirməyin də ki, ayda bu qız bir şeylərdə belə elədim. Olarsa mümkünsə. Pişip. Ay, bu ne gözəlliydi. Baxın da. Bu kimin qızıdır bu? Sevirəm bu qızı, sevirəm. Ay Allah. Mənim qızım. Şurada yağış yağır. Neyse, sonuç götürmeye böyle giyindim, botlarımı giyindim ben. Şalvar içə saldım ki, həyətdə ödü görəcək, göstərəcəm indi sizə ki, nədir. Papağımı taxdım, kutumu giyindim. Tam təşəkkürlər deyir, hazıram döyüşə. Saçımı da indi yağış yağacaq təbii ki, məhv edəcək saçım. Onda getdik, Məssi həyət evinin görsənməyən iç yüzünü göstərəcək. Baxın, siz olun, nə qədər şəhərə yaxın eviniz olsun da. Əgər küçəviz, bax beləcə, daş deyilsə, valla orada ev tikdirməyin yeri yoxdur. Adam maşın da belə olsa, istərsəniz uşağı piyada gedir, gəlir. Çox belə bərbad vəziyyətdir. Qəşəng ayaqqabı mazlayırsan, geyinirsən, eləyirsən, bir palçıq düzdür. O tərdə daş tökülüb, orada töküləcək. Yəni də bunları nəzərə alın, valla. Bir zülüm çəkilir bu konuda. Siz 5'ə qalıb hələ yemək yeməmişəm qəti surətdə. Bir sizlə ilə məşğuluydum. Çoxdandır belə şüşəli bir vitrin axtarırdım. İndi göstərəcəm necə tapırdım. Yaxud da başa sala bilmirdim. Qonşuda gördüm ki, bu vitrindən var. Dedim ki, bunu hardan almışsın? Dedi ki, bir tanışdan almışam. Dedim, mən də istəyərəm. Zəng elədi. Dedi, var, ağ rengi var. Elə dedim, gətirsin. Bir saatda gəldi, çıxdı artıq mağazaya. İnanın ki, bayaqdan o məşğulunda yemək yeməmişəm. İnsan yəni ki, rast gələndə rast gəldə yəni alınır. Baxın, belə gözəl ətirlərimi yığdım və inşallah ki, ətirləri də böyüdəcəm qabların. Aşağıda kaşlıq bujiteri eləyəcəm. Sumka, belə nə bilim, baxacam da nə düşünürəmsə, axır boş qalmayacaq. Çox da qəşəng. Önüm də boşaldı. Əvvəl buradaydı, rahat değildi. Manken dəyərdi, aşırdı, ora gedirdi, bura gedirdi. İndi çox yaxşı, qapı ilə də üzbəüz teta etdi yəni. Super, çox bəyəndim.
Evet, xoşbəxtliyindən sonra keçirik isti təndir çörəyinə. Oy, çok sıcak, çok sıcak Türkler demiş. Yanında da sabun kalbasası olmazsa olmaz yani. Möhtəşəm, möhtəşəm. Xəstəsiyəm də. Əməldə deyirlər, bir şeyin xəstəsi olsan. Amma mən bu oazisin çox belə sevirəm də. Yəni qiymətə görə yox, nəyəsə görə yox da. Ümumiyyətlə çox sevirəm də dadını falan. İşte yanvar ayıdır. Boğazım gəlmək xatirinə olsa yiyəcəm. Evdə Lorabin var, boğaz spreyi. Qızlar, yeməyimi yeyəndən sonra həmişəki kimi təbii ki geyimlər geyinirəm. TikToka, Instagrama paylaşıram. Yəni sadə özüm, düzgü və klassika, minimalist. Necə deyim, arada belə model falan da gətiririk, tanışları hələ ki öz demək kapsamımızda deyək də. Belə maraqlıdır. Həqiqətən belə mən geri dönüşləri də yaxşı alıram doğrudan da. Saat neçədir? 12-dir. Gözəl yağış yağır. Sakit havadır, çox qəşəng. Hələ güllərimə baxın mənim, siz görün nə gözəldir. Nə qəşəngdir güllərim. Dəniz çiçək açmaq istəyirsən. Çox qəşəngdir. Amma güllərimin yanında daha da qəşəng bir şey var. Aşkım, aşkım çiçəklərdən gözəlsin sən. Aşkım sən gözəlsin. Sonra məcburi evdə əməliyyatda adam var deyə su pişirməliyəm. Xırda makaronları aldım, göstərəcəm. Çox qəşəng işimə yarayır. Böyle makaronlardansa belə yaxşıdır. Qara mərcimək şorbası elədim dünənə. İndi bu. Böyle qızım makaron istədi, makaron pişirdi. Qızlar, dediyim makaron budur, baxın. Qar dənəciyi kimidir. Çox qəşəngdir, qar dənəciyi. Bu yaxşıdır su üçün. Üstümdə mənim hələ də vaz keçə bilmədiyim, bəlkə də artıq 2020-ci ildə aldığım, bax bu istilik, əsl hamam xalatı deyil bu. Çox qəşəng sıxlıq, qışda vaz keçilməzimdir. Düşünürəm, ay Allah, bu cırılsa mən nə edəcəm? Tam bir boğa bürcü qadını, nəzərsə vaz keçmək, cırılana kim vaz keçmirəm. İstədim gedim saçımı fenliyim. Çiməndən sonra fenləməmişəm, baxdım, axut yoxdur. O bu. Artıq verməyib yox, elə. Gecə baxım rutin elədim, üzüm tarparana görə yanır. Qəşəng üzümü nəmləndirdim. İnanırsınız, gözaltı falan hamısı varım deyim mənim. Bu sadəcə vaxt eləyib onları tətbiq edə bilmirəm. Və bugünlük də məndən bugün üçün bu qədər. Bir də səhər inşallah yeni başqa bir macəralarda görüşək. Yemək qızlar, mağazadayam və qızlar dəyişirəm və sizə bir öyrəndiyim bir şey bölüşmək istəyirəm. Yəqin ki, çox güman ki, ChatGPT hər birimizdə var. Yəni %90% insan telefonunda ChatGPT var. Bu ChatGPT nədir bilirsiniz? Yapay zekadır, Google kimi bir şeydir, amma Google'un daha ağıllı versiyasıdır. Ən azından bilirəm ki, ara orada məsləhət alırsınız. Məsələn, necə məsləhət alırsınız? Bu dərman nə üçündür? Uşağımın 5 yaşı var, bu dərman verə bilərəmmi? Və yaxud da ki, məsələn, buna adına gedirəm, nə ala bilərəm? Məsələn, yaş kriteriyası budur və o sizə düzgün hədiyyə seçimini bir çox şey deyə bilərəm də. Yəni ki, hər şey o demək deyil ki, şəxsi həyat barədə suallar verir. Xeyr, çox şeyi ChatGPT-yə soruşuruq və bizə məsləhət verir. Təbii ki, mən də ara ChatGPT istifadə edən bir insanam da. Amma ChatGPT-nin bir şeyini sevmirəm ki, çox boş-boşluyur da. Yəni məsələn, səhv deyirsən, yenə hə sən bacarırsan, sən busan, ay sən belə əlasan, ay düzgün yoldasan, ay qəşəng, ay gözəl, ay beləsən, eləsən. Bu şeyləri sevmirdim. Çalışırdım ki, yəni yalan adama boş motivasiya verir. Haqsız olsam belə deyir ki, sən çox haqlısan, yaxşı eləmisən, belə eləmisən. Yəni gördüm ki, artıq ki, yox istəmirəm. Oturmuşdum, bir dənə qarşıma video çıxdı ki, ChatGPT-yə belə yaz və olanları özün gör. Keçin vaxt gəlmişdik, harda qalmışdıq demək. Bir şey tapdım və ora yazdım o sözü. O sözü nə olduğunu mənim TikTok səhifəmdə nömrə var, şəxsi nömrəm. Ora mənə WhatsApp-a yazın, mən o mətni sizə göndərim. Yəni kim maraqlanırsa. Mən o mətni ora yazandan sonra, əgər düşünürsünüz ora yazsan ki, məndən ciddi danış, mənə motivasiya vermə. Bunlar hamısını mən eləmişəm və inan nəticə görməyib. Eləmişəm, məsələn, desə atmışam demişəm ki, bu paltar necədir məsələn, hər kəs demişəm ki, mən yalan danışmam, motivasiya vermə mənə. Amma görürəm yenə xeyir yoxdur da, eyni yenə biraz öz tərzində gedir. Və bu cümləni, bu mətni mən tapandan sonra, yəni demək Amerikan bir səhifədə gördüm. İnanın ki, elə bir ki, onun mənə cavabları mənə şapalaq kimi. Necə indidir, necə küstüm yəni. Dedim ki, onu ya bu dəqiqə iqtidar olacam. Məsələn, çünki demişəm bu dərman necədir məsələn üçün deyib yaxşı, indi belə yox, yaxşı deyib eləsən, çox bilsən, busan, sənin üzvə acı həqiqətləri elə şapalaq kimi vurur ki, oturursan yerdə deyir, söz deyəcəm 7 qatına keçəcək. Dəymişin dura çalıb düşəcək. Tam-tamına bu cümlədə, yəni ChatGPT, yəni insanın ayarlarıyla necə oynayır, amma yaxşı mənada. Əslində bu variantını çox sevdim. Nə qədər acı deyir, danışdı, acı desə də, bilirsən ki, səni motivasiya eləmədən, səni yalan demədən, qeyri-səmimi olmadan sənin nəyi var onu deyir. Bu çox yaxşı şeydir. Yəni həyata qarşı necə deyim, baxışımı dəyişir həqiqətən. Çünki insan nə qədər ağıllı olsa da, yapay zekadan da ağıllı olmaq olmur da. Əsasında onlar kompüterdə. Bax belə mənim demək ChatGPT ilə bağlı həyat hekayəm belədir. Yenə də deyirəm, əgər istəyirsinizsə bu qızla geyindim, istəyirsinizsə əgərlərim, mən sizə onu bölüşə bilərəm, amma buradan deyə bilmərəm, çox üzürlü sən. Bax belə. Toya gedirəm.
Qızımın köhnə bir şey deyirəm ki, toya gedirəm. Bəli, hamı işsin, toya gedirəm. 4-5 dənə variant paltar geyinimdən sonra öz mağazamdan belə gözəl bir dəst geyindim. Bu günü də sağ olsun Dəniz xanım var. Orada bu yaraşdırdı ki, məncə həqiqətən də çox da gözəl qaldı. Acınızın oynamağına baxın. Sizi və toyda bir oynadım, bir qurtlarımı tökdüm, gəl görəsən. Həqiqətən. Baxın burada artıq yəni toyun sondu və əvvəl və son deyilən bir şey var toyda. Ərəb gecəsi oldu. Bizim insanlar idi. Və bu həqiqətən çox maraqlı idi. Bu show proqram burada ikimiz açıqışda alt taxmışam gözümə və budur. Proqram başlasın. Oradan da həqiqətən də çox qəşəng idi. Yəni möhtəşəm bəyəndim. Bacıkonuz toyun sonlarıdır və təbii ki, qəşəngcənə mahnı oxuyur, oynayır. Yəni Leyla və Selfi. Bu da toyun sonu kombinimdə üstünə belə palto giymişdim. Bu da son. Qısa da sizə belə kaslar göstərmişdim. Bunu aparam indi evə. Çünki bu biraz böyüdü, yer tutur. Aparam evə. Evdə qəpik falan manat olsa yığacam. Ya da ki, onun yerinə indi sözümü birini qoyub birini danışıram. Onun yerinə belə bir şey aldım. Hədəf 500 manat. Bu həm incədir, həm də ki açılmır da, yaxşı qırıb açmaq lazımdır. Bir dənə aldım. Bir dənə də elə bir belə rəngi aldım. Elə bu tək bunlara 4 manat getdi təsəvvür ki. 2 manat bu dəfə 2 manat indi. Mağaza üçün hər dəfə nə müsafirka alıram. Çünki nə müsafirkasız mümkünatı yoxdur da, yəni. Stolun üstünü silirəm, nəysə haransa silirəm. Yəni əlimi silirəm və yaxud da məsələn mallar falan tüklər ələ yapışır, əlimi silirəm. Yəni bunsuz günüm olmasın. Hamının evində təbii ki, Tiyorka var, amma mən bunu çoxdan axtarırdım. Çünki nəsə eləyəndə bunun içinə düşməyə mənə daha udobunu gəlir, daha rahat gəlir. Bunu aldım. Sonra nə aldım? Bunu, bir də belə bir şey aldım oradan, baxın. Bax, yox, biz istəyirəm. Qaş sabitləyicisin, oradan aldım. Baxın. Görürsünüz, elə dırnağım rəngindədir. Mənim qaşım yoxdur, ona görə bahalı şey almıram. Yəni qaşım onsuz da yoxdur mənim. İndi belə eləyəcəm, düşəcək yerə təzədən tutulacaq. Amma bunu burada qonşudan kosmetika satır, oradan aldım. 2 manat adi, demək blesikdir. Sonra bir dənə belə orqanayzer aldım. Baxın 2 dənə. O da 1 manat idi. Çox qəşəngli. Corablar falan hələ alacağam da yenə də sərgiyə salmağa. Bir də qızıma düşdüm. Aşağıdan belə sapaşka aldım. Mən həmişə sezon qutarana yaxın alıram. Onda daha münasib olur. Həm də ki, necə deyim, gələnlərdə qalır rahat. Baxın, qəşəngcənə belə bir şeydir. 23 yazılıb nəsə. Çox qəşəng, mən bəyəndim. Bagat görsənir. Rəngi falan qəşəng. Rənglə dəbdə dindim. Mamma haqqı rəngi. Bu qədər. Mənim alış-verişim bu qədərdir, qızlar. Düşdü yerə. Sonra nə var? Heç nə yoxdur sonra. Hepsi qutardır. Bu gözəl qızım burada qulağı deşilib, sırqa taxılıb, qulaq deşmə videosu var, amma mağazamın kamerasından demək görsənir. Gələn vlogda çalışacağam qoyum. Və Moreli nə idi? Moreli düzəlmək üçün sushi sifariş vermişəm. Çünki bu qız dəhşət dərəcədə sushini çox sevir. Həqiqətən sanki Çində doğulub, belə də olmalıydı. Bəzən qız qıraqlarda qonşularla deyir, ay qız bu nə qədər sushi istəyir. Həqiqətən hamı şahid olur, elə bilirlər ki, elə mən özüm istəyirəm və bunu qızımın adı ilə alıb yeyirəm də evdə elə bilirlər. Həqiqətən çox sevir, dəhşət. Qızlar necəsiz, nə var, nə yox? Demək siz mənə demişsiniz ki, günlük rutininizi, yəni kimdən neyirsə deyin də. Yəni nə var yalansız, saat 6-da dururam. Yoldaşımı şey yola sallam. Onun axşamı isə onun axşamda məsələn bilentik kimi bir şeylər hazırlayıram. Səhər şey qoyuram, ondan sonra şey qoyuram. Axşam gəlir, ayağımı suya qoyuram, məsəl üçün necə deyim, video çəkə bilmirəm. Ondan sonra nə istəyirsən, məsələn sən deyirəm işte ki, nə istəmişəm, məsələn deyirsən, mən üçün taxçı bozbaş yeyirəm, 5 tür 3 tür yemək yeyirəm həqiqətən. Ondan da yəni rutinim budur dostlar, rutinim budur. Hər axşam da özüm 15 masaj eləyirəm, sağlam yerin içinə həqiqətən də və həqiqətən deyirəm biləsiniz. Yəni bunlar hamısı düpələm düzdür. Hər səhər altda mən dururam ki, o nə dur qızmır ha. Mən özüm dururam. Və işə gedir o insan.
Bu araya sıxışdırıb qohumgilə inanın ki, belə ad gününə də belə getdik. O qədər həftə olub da. Gedirəm rəfiqəmgilə. Gəlmişik burada Araza, qort aldı rəfiqəmgilə. Hə, indi bir dənə də makaron aldıq, ikimizə bölürük onu. İndi qabı qoyuruq, indi daş makas elədik ki, kimə nə. Hayda görsənə ver. Taş makas oynuyoruz bunun için. Hadi el verin. Yok. El verelim. Aç bir taş, taş, makas. Sen ben unuttum. Gel ki böyle değil bunu da çakın. Rəfiqəm mutlu. İndi bu qiymətli mənimdir, qoy bura. Onu qoy bu üstünə. Qiymətli mənimdir, bura sənin. Yarışmamızda mənim rəfiqəm qalib gəldi. Özüm istədim, özüm elədi ki, verərdi mənə oynamasaydım. Öz günahımdır mənim. Belə qədər tortaldıq gedirik, günü birlik bu bayaq. Şaka. Bizim babadan rəfiqəmin minnoş maşını ilə yola düşdük. O bir rəfiqəmcədə. Yolda da heç zövqümüz olmayan mahnılar qoyur və mən də orada deyirəm dəyiş. Bir yönlü mahnı qoy ki, qəşəng qulaq asasa da gedək. Bu qız dəhşətdir də dəhşət. Cəmaət deyir 20 ildir rəfiqəm görmürəm. Rəfiqələr də gəlib bax un oynayır uşaqlar kimi. Elə uşaqlar oynayır da. Amma çox maraqlı idi. Hədsiz dərəcədə dedik, güldük, əyləndik, cığallıq elədik. Bax da, uşaq kimi un oynayırıq. Deyə demədim, unu. Adı da bax, unu. Mən uduzdum, o birisi rəfiqəm uddu. Rəfiqəmiz bizə toyuq eləyib, sonra bax, qəşəng göy qutabı, qarın qutabı, bax. Getdik rəfiqəmizgilə, indi qaydırıq, yoldayıq. Bizim macəralarımız həqiqətən çox fərqlidir. Yəni deyiləsi deyil. Qabağı ağlamalıdır, arxası gülməlidir. Həqiqətən çox belə inişli çıxışlı rəfiqəli yaşayırıq uşaqlar rəfiqələrimlə. Bəli. İndi yaxşıyıq, əla. Yedik, güldük, qəşəngcənə qeybət elədik. İndi qaydırıq evimizə, eşiyimizə, işimizə, gücümüzə. Qız da şoferimdir qız. İşe şoferdir. Gör nə qəşəng sürüyor maşını. Mənim ürəyim. Gözəl xanımlar, məni YouTube-da izləyənlər çox təşəkkür edirəm izlədiyiniz üçün. Mən editlərimi Instashotla edirəm. Ola bilər ki, o biriləri daha da yaxşıdır, daha da keyfiyyətlidir, daha da gözəldir. Amma mənim başım çıxmır. Yəni başım çıxmır deyəndə gərək baş qoşam, onu öyrənəm. O da mənim üçün yəni çətindir bu aralar. Çünki necə deyim, iş ora bura, yəni videolarda gördüyünüz kimi biraz tempolu keçib bu həftə mənim üçün. Ona görə kimsə yəni mız qoymasın. Hələ Instashotda istifadə edən var. Yəni mənə rahatdır. Sizə necə rahatdır bilməm, mənə buradan rahatdır. Öpərəm. Gecəniz xeyrə qalsın. Növbəti vloglarda görüşənədək.